Bu günləri qonaq qarşılama vloqu ilə qarşınızdayam. Axşamdan zəng gəldi ki, sabah sizə qonaq gəlirik. Mən də səhər oyanan kimi başladım evləri səliqəyə salmağa. Sizlər üçün də kiçik bir vloq hazırladım. Deyin görüm, qonaq getməyi sevirsiniz, yoxsa qonaq qarşılamağı? Mən hər ikisini də çox sevirəm. Qonaq gedəndə qala bilməsəm də, amma istəyirəm ki, bizə gələn qonaq bizdə qalsın. Bu gələn qonaqları da 2 gün saxladım. Bu zaldakı divanlar çox soruşulur. Xanımlarım, biz divanları Riyad Ticarət Mərkəzindən almışıq. Əslində bu divan künc divan idi. Sadəcə biz ikili sifariş etdik. Elə masa dəstəsində oradan almışıq. Çünki masa dəstəsi çox soruşulur. Zalı səliqəyə salandan sonra keçirəm mətbəxə, yemək hazırlığı etməyə. Neçə vaxt idi ürəyim paytaxt salatı istəyirdi. Dedim elə qonaqlar gəlmişkən də paytaxt salatı edim. Bu aparat çox mənim işimə yarayır. Bu aparatı storydə göstərəndə çox soruşulmuşdu. Hardan almısınız deyə. Mən bunu o vaxtda Sədrətdən almışdım. Yadımda deyil neçə almışam. Mən salatı hazırlayana qədər Safişdə yerləri süpürdü, sildi. Salatım artıq hazırdır. Əlimdə çıxan qabları da tez-tez yuyuram. Nəsə qabyanı yerləşdirmədim. Saxladım ki, qabyanı axşam yediyimiz qabları yığarıq. Aş bişirəcəm. Düyünün suyunu qoyuram qaynasın. Soğan doğrayıram. Toyuğu soğanla bastırma edirəm. Həmişə döşəmə plov edəndə mütləq ki, toyuğa soğan da vururam. Soğanla aşı çox xoşlayıram. Ədviyyatlarını vururam. Biraz da mayonez vururam. Toyuğu həmişə mayonez vuranda toyuq yumyumşaq bişir. Əti hazırlayıb qoyub gəlirəm həyəti səliqəyə salmağa. Gördüyünüz kimi həyətimiz yenə yarpaqdır. Bu tut ağacı bizi artıq bezdiribdir. Yoldaşım deyir ki, kəsəcəm. Mən qoymuram ki, həyətə yaşıllıq verir. Amma deyirlər ki, evə yaxındsa evi zamanla çartladır. Bilmirəm ki, dəqiq məlumatdır yoxsa yox. Demək yayda tutlar tökülür, tam eti qaraldır. Havalar soyuyanda da hər gün belə yerdən yarpaq süpürməli oluram. Evimizin qarşısı çox soruşulur, çox sevilir evin qarşısı. Amma o deyim ki, evin qarşısı yarımçıqdır, hələ tam hazır deyil. Gördüyünüz kimi yuxarıda işıq yerlər qoyulubdur. Ora Trendyoldan qəşəng işıqları almışam. İnşallah onlar da hazır olsun, paylaşacağım. O dairə çəkilən yerdə pəncərə olmalıdır. O da yarımçıqdır. Nəysə, həyəti süpürürəm, balkonu sulayıram. Bu mop da çox işimə yarayır. Balkonu silirəm, balkon artıq təmizdir və gəlirəm evə. Mən həyəti süpürənə qədər artıq düyünün suyu da qaynayır. Düyünü tökürəm suya. Yavaş-yavaş düyünü qoyuram, keçirəm tavaya, ətləri düzməyə. Tavaya biraz yağ tökürəm, əti soğandan təmizləyirəm. Soğan alt hissəyə düşüb yanmasın. Ətin hamısını düzəndən sonra soğanı isə sonda üzərinə belə tökürəm. İsə biraz sarı kök və duru yağ gəzdirirəm. Aş bişirəndə həmişə aşa biraz duru yağ gəzdirirəm əvvəlcədən ki, düyü həm parıldayıb, həm də dən olsun. Keçən səfər səhifədə belə paylaşmışdım videosunu. Xanımlar yazmışdılar ki, düyüyə duru yağ olmaz. Bir çox xanım da yazmışdı ki, olar. Biz dedirik, çox qəşəng alınır. Bəli, xanımlar, olar. Onu demək istəyirəm ki, aşın hamısını təbii ki, duru yağla etmirik. Aralarına necə hansı bir yağdan istifadə edirsə qoya bilərsiniz. Mən nehri yağı istifadə edirəm. Tam orqanik təbii nehri yağıdır. Qaynanam özü hazırlayır. Maşınkada deyil də, nehrə də çalxalayır. Gördüyünüz kimi kişmişi də belə üzərinə qoyuram. Aşı süzəndə kişmiş əlavə etmirəm. Çünki evdə oğlum xoşlamır. Onu gördə onun qabına qoyanda sonra təmizləməli oluram düyüdən kişmişləri. Qazmaq xoşlamadığım üçün düyüdən biraz qalıb onu da ayrı tavada edirəm. Gördüyünüz kimi belə kartof hazırlayıram. Kartofa da ədviyyatlar vurub tavaya düzürəm. Üzərinə isə düyüləri əlavə edirəm. Və yenə üzərinə kişmiş qoyub, bunu da qoyuram dəmasın. Aşlar burada dəmalarkən mən də keçirəm zala, süfrəni hazırlamağa, süfrə sərirəm. Onu da deyim ki, bu masada ilk dəfə oturub yemək yeyəcəyik. Masanı alandan heç vaxt oturub burada nə çay içmişik, nə yemək yemişik. Elə ancaq günümüz mətbəxdə keçir. Mətbəx masam genişdir, həm də orada televizor var deyənə bizə rahatdır. Bu masa da çox soruşulur. Bu masanı da dediyim kimi Riyad Ticarət Mərkəzindən almışıq. Elə divanlarla birlikdə almışdıq. Düyü orada dəmalarkən mən isə farel balığı qoyuram airfryer aparatına. Dedim süfrədə balıq da olsun. Əgər aş varsa nə olmalıdır? Pomidor turşusu mütləqdir. Artıq yavaş-yavaş keçirəm süfrəni hazırlamağa. Salatları da qoyuram kasalara və aşım artıq hazırdır. Aşı buluda yığıram. Bu aş buludu kimə tanış gəldi? Bu aş buludu mənim cehizimdir. Elə süfrədə istifadə etdiyim qablar da hamısı mənim 15 illik cehizimdir. Baxın, artıq aşım hazırdır. Çox gözəl də qızarıbdır. Yanmayıb, qızarıb. Və balığım da hazırdır. Süfrəm də hazırdır. Allah verəndən yeyib, içib, nuş edirik. Gələn qonaqlarım isə yad deyildi, özümüzünkilər idi, qaynımla yoldaşı idi. Sağ olsun, qaynımın yoldaşı keks pişirib gətiribdi, tort alıb gətiribdi. Yeyib içəndən sonra qəşəng söhbət edib çay süfrəsinə keçirik. Bizə nuş olsun, sizlərsə bəyənməyi unutmayın. Hələlik.